COVID-19 virusu narkoloji xəstələrin müalicəsi prosesində bəzi çətinliklər yaradır. Onun üçün narkoloji xəstələr də mütləq koronavirus əleyhinə vaksin olunmalıdırlar. Bunu televiziyamıza müsahibəsində Sumqayıt Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov deyib. Bu xəstəlik 2019-cu ilin fevral ayından yayılmağa başladı dünyada. 2020-ci ilin yanvar ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət elan edildi və bu xəstəlik yayılaraq pandemiya həddinə çatdı. Azərbaycanda isə ilkin yoluxma 2020-ci ilin fevral ayından aşkarlandı və bu istiqamətdə ölkəmiz tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirildi. Yanaşı xroniki xəstəlikləri olan xəstələr, buraya hepatitlər, hepatit C, hepatit B, HIV, başqa adla qazanmış immun çatışmamazlıq sindromu olan xəstələr bu xəstəliyi daha ağır keçirir. Eyni zamanda yaşı 65-dən yuxarı olan insanlar, immunodepressiv dərmanlar istifadə edən şəxslər xəstəliyi daha ağır keçirirlər və bunlarda ölüm faizi daha yüksək olur. Mövcud pandemiya şəraitində dövlət tərəfindən bir çox müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır. Bildiyimiz kimi narkoloji xəstələr narkotik maddələrdən istifadə edir. Narkotik maddələr toksiki maddələr olduğu üçün orqanizm immun sistemini zəiflədir və bu xəstələr də mütləqdir vaksinasiya olunsun. Çünki bu xəstələr də COVID-19 xəstəliyinə yoluxduqda ağırlaşma halları daha çox müşahidə olunur və eyni zamanda dispanserimizdə metadon əvəzedici terapiya aparılır ki, bu xəstələrdə də daimi narkotik qəbulu su şəklində də olsa istifadə etdikləri üçün immun sistemləri zəif olur və onlar arasında da vaksinasiya işi aparılır. Və eyni zamanda metadon proqramda olan xəstələrimizin bəzilərində qazanılmış immun çatışmamazlıq sindromu vardır bu xəstələrdə və bu xəstələr arasında da vaksinasiya işi aparılır. Əhalinin öz sağlamlığının qorunması üçün və eyni zamanda bu infeksiyanın yayılmasının qarşısını almaq üçün vaksinasiya olunmağa çağırırıq. Peyvənd olunaq ki, darıxdığımız həyatı qaytaraq. Şəmistan Fikrətli, Elbrus İsmailov, Dünya TV.